Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlilləri ilə tanış oluruq. Yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının sonu hətta fevral ayının birinci həftəsinə qədər olan müddət ərzində Qafqazın cənubi Azərbaycan ərazisində tez hava şəraitinin dəyişilməsi gözlənilir. Proses səbəb isə həm Sibirdən, həm də Arktikadan soyuq hava şüalarının Qafqazın cənubi Azərbaycan ərazisinə tez-tez müdaxiləsi fonunda havanın temperaturunun ümumilikdə yanvar ayının sonlarına qədər olan müddət ərzində çoxlu iqlim normasına yaxın və bir qədər aşağı enməsi gözlənir. Bu da o deməkdir ki, tez-tez Sibirdən və Arktikadan soyuq hava şüalarının Şimali Qafqazdan Qafqazın cənubi Azərbaycan ərazisinə müdaxiləsi fonunda hava şəraitinin əvvəlki illərin qış ayları ilə müqayisədə, yəni son bir neçə ötən qış dövrü ilə müqayisədə 2026-cı ilin yanvar ayının 3-cü 10 günün sonlarına doğru və fevral ayının birinci həftəsi ərzində Qafqazın cənubunda hava şəraitinin daha soyuq keçməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Hazırki təhlillərə əsasən isə yanvar ayının artıq 17-sindən başlayaraq Qafqazın cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskin soyulması gözlənilir. Xüsusilə də dağ ətəyi və dağlıq rayonlarda sulu qar və qar yağması, qarın intensiv olması ehtimalı var. Yanvar ayının 17-si axşama doğru və 18-cində Bakı, Abşeron, Sumqayıt arasında və mərkəzi alanda da yağışın sulu qara keçməsi ehtimalı var. Bakıdan fərqli olaraq mərkəzi alan rayonlarında yerdə yanvarın 18-cində yerdə qar örtüyünə gəlməsi ehtimalı var. Çünki mərkəzi alan rayonları bir qədər Xəzər dənizindən uzaqlıqda yerləşdiyi üçün mərkəzi aranda daha çox quru soyuq müşahidə edilir ki, bu da qarın yağması üçün müsbət amil olacaq. Yəni yerdə qar örtüyü qısa müddətli yağına bilər. Lakin Bakı və Abşeron, Sumqayıt arasında isə sulu qar yağması ehtimalı var. Bu proses nəticəsində xüsusilə də yanvar ayının 17-si gündüzdən 18-si gündüzə qədər olan müddət ərzində Qafqazın cənubi Azərbaycan arasındakı yağıntıların intensiv və güclü olması, əksər dağ ətəyi və dağlıq ərazilərdə xeyli miqdarda qar örtüyünün əmələ gəlməsi gözlənir, qar yığılması gözlənir. Maksimal qar hündürlüyünün isə Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvan dağlıq rayonlarında və Cəlilabad, Yarımlı, Leş, Astara ərazilərinin dağlıq kəndlərində maksimal qar hündürlüyünün 40 sm-dən 1 metrə qədər, yəni ucqar ərazilərdə hətta 1 metrə qədər çoxlu miqdarda bir qarın yağılması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq.